Herkese selam, kanalıma hoş geldiniz. OTK'nın Bishop-Diabır 10-cu siniflər üçün keçirmiş olduğu sınağın detallı izahına birlikte baxacağıq. 56-cı sualımız kəmiyyət göstəricilərlə bağlı bir sualımızdır. Şəkər tozu sayılmayan isimdir. Ümumiyyətlə, kəmiyyət göstəricilərlə bağlı bir məsələyə toxunaq ki, kəmiyyət göstəriciləri sayılan isimlərlə istifadə olunduqda sayılan isim cəmlənir, sayılmayan isimlərlə istifadə olunduqda isə sayılmayan isim qaydamıza əsasən həmişə təkdə olur. Beləliklə, əsas ipucu olaraqdan bunu qeyd edə bilərik ki, əgər variantlarda kəmiyyət göstəriciləri görürsünüzsə və şərtdə olan isim təkdədirsə, bu zaman demək ki, bu şərtdəki isim sayılmayan isimdir. Sayılmayan isimlərlə istifadə olunanları saxlayıb digərlərini çıxardaq. Lot of deyə bir şey yoxdur, ya a lot of ya da lots of vardır. A lotdan sonra isə isim gələ bilməz. Doğru variantım C variantı. Yərik halın seçilməsi zamanı diqqət yetirmək lazımdır ki, düzgün yərik hal ismin üzərinə artırılmalıdır və özündən sonra yalnız isim gəlməlidir. İsmin qarşısında əlavə olaraqdan sifət gələ bilər. A variantında spelt mənim fiilimdir. B variantında let'in üzərinə artırılıb. C variantında veri gəlib. D variantında article gəlib. Doğru cavabımız Y variantıdır. C'nin mənzili, mənzil sözü isimdir, C'nin sözü də isimdir və üzərinə apostrofi artırmaqla yərik hal düzəlib. 58-ci sualıma baxıram. Burada artıq məlum bir hadisədən söhbət getdiyi üçün hər ikisinə də müəyyən artiklı yazıram. 59-cu sualımızda tərcümələrə diqqət yetirək. Birincidə xeyriyyəçilik olaraqdan doğru cavabımızı B götürürük. Ehtiyacı olan insanlar üçün təşkilat. İkincidə güc, qüvvət, fiziki qüvvət və gücdən söhbət gedir. Üçüncüdə isə nələrsə etmək üçün öz bacarıqlarına inam. Yəni, özünə inam, etibar, güvən olaraq tərcümə olunur. Doğru cavabımız B variantı. 60-cı sualımız artikllara əsaslanan bir sualdır. Biz qeyd etmişdik ki, əgər iki isim yanaşı gəlirsə, artikl birinci ismə yox, ikinci ismə əsasən yazılır. Bir növ birinci ismimiz təyin olur. A variantında olduğu kimi. Bu isə dəri deməkdir və əslində sayılmayan isimdir. Lakin buradakı artiklı build sözünə əsasən yazılır. Sayılan isim olduğuna görə doğrudur. Yenə eyni şəkildə iki dənə isim yanaşı gəlib, mənim baxacağım isə ikinci sözdür. Qarşısında birdən böyük rəqəm işləndiyinə görə bu ismim cəmdə olmalıydı. Cəmlənib və sayılmayan isim vahidlə istifadə olunub, doğrudur. Yenə də cəmdədir və qarşısında heç bir artikla ehtiyac yoxdur. Lakin 5 isə yanlışdır, çünki short sözünün qarşısında artikl olmalıydı. Cotton sözü normalda sayılmayandır, lakin yenə də burada da eyni üstəyəsə keçərlidir ki, iki isim yanaşı gəlib, mən Cottona əsasən yox, short əsasən artikl yazmalıydım. 61-ci sualda altından xətt çəkilmiş sözün əks mənası tələb olunur. Decrease azaltmaq, increase artırmaq deməkdir. 62-ci sualımız kəmiyyət göstəricilərlə bağlıdır. Əvvəlki sualda qeyd etdiyimiz kimi baxırıq ki, ismimiz təkdədir. Təkdə olduğunu gördükdə avtomatik bilirəm ki, bu sayılmayan isimdir. FU və FU-nu çıxardıram, çünki FU və FU sayılanlarla istifadə olunur. Onlydən sonra gələn kəmiyyət göstəricisi mütləq artiklla istifadə olunmalıdır. İki variant arasında qalıram. Artıq burada baxıram ki, a little və little, yəni bir az və çox az anlamında tərcümə olunur. Cümlənin tərcüməsinə baxmalı oluram. Cümləmin ikinci hissəsində struggle sözündən bizə məlumdur ki, bu tapşırıqla çətinlik çəkə biləcəyi göstərilir. Əgər çətinlik çəkə bilirsə, bu zaman təcrübəsinin çox az olduğu bizə verilməlidir. Little yazmaqla çox az təcrübəsinin olduğunu qeyd etmək istəyirəm. Ekranın sağ tərəfində artiklının olub-olmamasına bağlı qaydamızı verəcəm. Artiklı yetərli mənasında olmasını göstərir. Yəni, yetərli qədər təcrübəsi olduğunu qeyd edə bilərdim a little-la. Lakin çətinlik çəkdiyi yetərli qədər təcrübəsinin əksinə olmamasını göstərir. Bu səbəbdən doğru variantım A variantı. 63-cü sualımızda mürəkkəb isimlərin tapılması bathroom, bookworm, snowdrop. Hər biri iki sözdən ibarətdir. Doğru cavabımız C variantı. Same sözünün qarşısında D artiklı istifadə olunmalıydı. Əgər müəyyən bir yerdən söhbət gedirsə, müəyyən bir uşaqlardan da söhbət gedəcək. 65-ci sualımız tərcüməyə əsaslanır. Burada evenzio hissəsi baxmayaraq ki, kimi verilir və baxmayaraq ki, olduqda artıq bir ziddiyyət yaratmalıdır.
Baxmayaraq ki, çox çətin idi, artıq burada müsbət anlamda bir ifadə istifadə olunmalıdır. O layihəni vaxtında başa çatdırdı, baxmayaraq ki, çox çətin idi. Bu səbəbdən də doğru cavabımız D variantı. Bacarmadı, unutdu kimi ifadələr artıq neqativ bir anlam yaradır. Lakin baxmayaraq ki, ziddiyyət yaratmalıdır. 66-cı sualımızda yenə də baxıram ki, ismim təkdədir. Təkdə olduğu üçün sayılmayandır. Kəmiyyətdən sonra gələn ismim təkdədirsə, demək ki, sayılmayandır. Bu səbəbdən də a few, many, several yaza bilmərəm. Çünki bunlar sayılanlarla istifadə olunur. A lotdan sonra isim gələ bilməz. Doğru cavabım D variantı. 67-ci sualımızda düzgün yərik halın tapılması tələb olunur. Bədən üzvləri hər bir şəxsin özünə ayrı-ayrılıqda məxsusdur və Jack və Emmadan söhbət gedirsə cəmdə olmalıdır. Eyni şəkildə B variantı üçün də keçərlidir. Burada bu ismim cəmdə verilsə də Jack-a ayrılıqda apostrof S artırılmalıdır. C variantında hər birinin ayrı-ayrılıqda apostrof S-i var, lakin ismimiz isə təkdədir. Biz qeyd etmişdik ki, əgər obyekt ortaq deyilsə, hər birinə ayrı-ayrılıqda apostrof S artırılır və minimal formada iki obyektdən söhbət getdiyi üçün ismim cəmdə olmalıdır. D variantında isə Jack və Emma cəmdə olaraqdan götürülüb və səhv şəkildə gəlik hala çevrilib. Doğru cavabımız Y variantıdır. Jack və Emmanın evi. Artıq buradakı ev sözü Jack və Emma'ya ortaq şəkildə məxsus olduğuna görə yalnız Emma'nın üzərinə apostrof S artırılıb və ev sözü də təkdə verilib. 68-ci sualımızda yaxın mənalı sözləri tapmaq tələb olunur. Daxil etmək, xaric etmək, əks mənadır. Qiymətləndirmək, dəyər vermək, təşviq etmək, ilham vermək, narahat etmək, məmnun etmək ola bilməz. Kömək etmək, yardım etmək, bu da eyni şəkildə doğrudur. Düzgün cavabımız 2, 3 və 5. İndi isə qısa mətnlərə keçək. Öncəliklə tərcüməyə baxaq, daha sonra isə variantlar üzrə gedək. Hörmətli xanım və bəy, sizin şirkətdəki bir vəzifəyə müraciət etmək üçün yazıram. Uyğun təcrübəm və güclü yüksək bacarıqlarım var. Mən çalışqan, məsuliyyətli və komandanıza töhfə verməyə həvəsliyəm. Müsahibəyə qatılmaq imkanı üçün minnətdar olardım. Hörmətlə Jane. A variantında şirkətə töhfə verməyə can atır, çünki onun faydalı təcrübəsi azdır. Doğru deyil. B variantında Jane müsahibə fürsətindən istifadə etmək istəmir, yanlışdır. Jane şirkətdən istefa vermək üçün yazır, yanlışdır. G variantında Jane əvvəlki iş yerindən şikayət edir, yanlışdır. Doğru cavabımız D variantı. Jane iş üçün müraciət edir və bacarıqlarını vurğulayır. 70-ci sualımızda Əziz Emma, ümid edirəm yaxşısan. Sənə bildirmək istəyirəm ki, mən yeni işimə başlamışam və hər şey yaxşı gedir. Komanda mehribandır və mən hər gün çox şey öyrənirəm. Gələn həftə sonu qəhvə içib söhbət etməyi çox istərdim. Ən xoş arzularla Anna. A variantında Emma sevinir ki, Annanın komandası mehribandır və o görüşməyi təklif edir. Xeyr, məktub Emma'ya yazılıb və Emma'nın fikirlərini bilə bilmədik. B variantında Emma'nın yeni işi çox yaxşı gedir və o çox şey öyrənir. Burada bunu yazan Anna'dır. Məktub Emma'ya yazılıb. D variantında Emma Anna ilə şəxsi şeylər paylaşır və tezliklə görüşməyi təklif edir. Yenə də paylaşma edən Emma deyil. Anna komandasına işinin yaxşı getdiyini bildirmək istəyir. Komandasına yox, dostuna bildirmək istəyir. Doğru cavabımız C variantı. Anna yeni işə başlayıb və Emma ilə görüşmək niyyətindədir. Əgər həm dəbli, həm də rahat ayaqqabılar axtarırsınızsa, yeni payız kolleksiyamızla tanış olun. İş, səyahət və gündəlik gəzintilər üçün mükəmməldir. Hazırda məhdud müddətlik 20% indirimlə satışdadır. Mağazamıza baş çəkin və ya onlayn sifariş verin. İdeal cüt ayaqqabınızı tapın. A variantında yeni payız kolleksiyamız tezliklə qısa müddətdə satışda olacaq. Artıq satışda olduğu bildirilir, yanlışdır. B variantında ayaqqabıları ilkin qiymətdən 20% baha ala bilərsiniz, yanlışdır. C variantında bu dəbli və rahat ayaqqabılar orijinal qiymətə satılacaq. Orijinal qiymətə yox, 20% daha indirimli qiymətlə satılacaq. Y variantında bu ayaqqabıları nə mağazada, nə də onlayn sifariş etmək mümkündür. Əksinə olaraqdan ikisi də mümkün idi. Doğru cavabımız D variantı. Bu ayaqqabıları indi məhdud müddətlik 20% indirimlə ala bilərsiniz. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım.
Videonu dayandıraraqdan mətnin tərcüməsinə detallı formada baxa bilərsiniz. 72-ci sualda mətnin nə haqqında olduğu soruşulur. Doğru cavabımız C variantı. Mətn krater gölünün harada yerləşdiyini, necə yarandığını, onun xüsusiyyətlərini və turistlər üçün cəlbedici fəaliyyətləri təsvir edir. A variantında mətn balıq tutmaq və yaxud da düşərgə barədə deyil, bu haqda yalnızca qısa bir məlumat verilir. B variantında bütün ABŞ-dakı vulkanlardan yox, yalnız bir vulkandan söhbət gedir. D variantında nömrə nişanlarının tarixi sadəcə bir dəfə xatırlanır və əsas mövzumuz deyil. E variantında dünyadakı müxtəlif göllər haqqında deyil, yalnız bir göl haqqında danışılır. Bu səbəbdən doğru cavabımız C variantı. 73-cü sualımızda yanlış olan variantın tapılması tələb olunur. A variantında krater gölü ABŞ-da ən dərin göldür, doğrudur. B variantında parkda gəzinti və balıq tutmaq kimi fəaliyyətlər var, doğrudur. D variantında Mount Mazama vulkanı çökdükdə göl əmələ gəlib, doğrudur. Heç bir çay gölə nə daxil olur, nə də oradan çıxır. Bu da doğrudur. Ekranın sol tərəfindən göründüyü kimi doğru cavabımız C variantıdır. 74-cü sualımızda soruşulur. Mətnə əsasən xüsusi edən nədir? Buradakı cümləmizdə qeyd olunur. It is famous for its deep blue color and clear water. Yəni doğru cavabımız C variantı. A variantında cənub sahilindədir, qərbdə deyil. B variantı göl dərin çuxurda yerləşir, dayazda yox. D variantı əksinə o parkın əsas hissəsidir. E variantında gölün şəkli həm nömrə nişanlarında, həm də xatirə sikkəsində var, yalnız sikkə üzərində deyil. 75-ci sualımızda doğru cavabımız E variantı, yəni gölə heç bir çay axmır, su yalnız yağış və qar vasitəsilə yenilənir. Bu xüsusiyyət onu özünə məxsus edir. A variantında zəlzələ nəticəsində yox, vulkanın çökməsi nəticəsində yaranır. B variantında heç bir çay gölə daxil olmur. C variantında əksinə göldə 2 ada var. D variantında böyük göl olaraqdan yox, ən dərin göllərdən biri olaraqdan tanınır. 76-cı sualımızda doğru cavabımız 1 və 3. Birinci doğrudur. Krater gölü təxminən 7700 il əvvəl Mount Mazama vulkanının çökməsi nəticəsində yaranıb. 2 yanlışdır. Gölə və göldən heç bir çay axmır. Üçüncü doğrudur. Təxminən 1949 fut dərinliyindədir və bu onu ABŞ-dakı ən dərin göl edir. Bu da doğru cavabımızdır. 4-də isə yanlışdır. Su yalnız yağış və qar sayəsində yenilənir. Çaylar vasitəsilə yenilənmir. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-dan yaza bilərsiniz.